Xoş gördük əziz izləyicilər. Biz hal-hazırda Yasamal rayonu ərazisindəyik. Gördüyünüz kimi yenə Yasamal rayonu ərazisində bir qanunsuz tikinti ilə məşğuldular. Hal-hazırda traktor demək olar ki, insanların cəhdi ilə buradan uzaqlaşdırıldı. Bizə binada yaşayan şikayətçilər müraciət etdi. Biz də öz növbəmizdə gəldik, gördüyünüz bax bu ərazini çəkdik, işıqlandırdıq və yəqin ki, onlar öz əməllərini yenə təkrar edəcəklər. Yenə burada hansısa obyekt tikiləcək və biz o zaman da sizə çəkib göstərəcəyik. Bizə müraciət edən sakinlər bildirirlər ki, onların binasının qabağında bu obyektin tikilməsini istəmirlər. Hətta onlar iddia edirlər ki, burada hansısa kafe, restoran fəaliyyət göstərərsə, bizim yaşayışımıza maneçilik törədəcək.